Salam aleyküm. Çox xoş gördük dostlar. Bu Azərbaycan Milli Fəallar üçün jurnalizm dərslərinin 19-cu bölümüdür. Birinci bölümdə teoridən danışacağıq. O cür ki görürsüz, tövsiə ya inkişaf jurnalistinə görə danışacağım bir miqdar. Dünyada məmləkətləri inkişaf ya tövsiə sahəsində 3 dəstəyə bölüblər, hətta 4 dəstəyə bölüblər. Bir dəstə onlardır ki, inkişaf tapıblar, teknoloji sahəsində, siyasət sahəsində, fərhəng və təməddün sahəsində, azadlıq və media sahəsində öndə gedirlər. Çox güclü gedirlər. İnsanlar nəinki hammi, amma hər kəs çalışsa eləyə bilir ki, bir media sahibi olsun. Bunun üçün də bu günləri görürsünüz ki, bu telefonlar belə media olublar. Yəni, qədim kimi deyir, bir 10 il, 20 il bundan qabaq insan istəsəydi, bir məqalə yazsaydı, bir yazı yazsaydı, bilmirdi onu hara verə, kim bunu çap elər ya yox. Bunun səsi hardan yayılsın. Amma indi bu telefonlar vasitəsilə, bu applərin vasitəsilə siz eləyə bilirsiniz ki, bir telegram açasınız, orada yazınızı qoyasınız və o yazı o ləhzədən ki, sizin əlinizdən çıxdı, geçdi bir mediaya, bir su kimi, bir quş kimi uçaq olur və durmur bir yerdə. Əsla durduğu yoxdur, o istər-istəməz yayılacaqdır və bir zaman içində, məsələn, bir 10 gün, 20 gün, 1 ay, 3 ay, 1 ilin içində onlar min, bəlkə yüzlər min, bəlkə milyonlar insanın əlinə çıxacaqdır. Bu, o inkişaf etmiş camiələrin, millətlərin, məmləkətlərin səmərəsidir. O camiələr ki, inkişaf eləməyiblər, onlarda bu yoxdur. Mütəəssifanə, o camiələr ki, inkişaf eləməyiblər, onlarda demokratik fikir, hüquqi bəşər əsasında fikir hala yoxdur. Yəni, bəlkə bu telefonu əlinə alır, 1000 dolar, 1200 dolar, 1500 dolar, 2000 dolar verir, bu telefonu alır əlinə. Amma buradan nifrət, insanlar ziddi yazılar, tohin, bundan sonra bir şey ağzından çıxmır. Çünki inkişaf eləməmiş
camiələrin insanları mütəəssifanə inkişaf eləməyibdir. Nəinki insanların beyni inkişaf eləyib, amma teknolojiləri yox. Cəlib budur ki, bilaq teknoloji ilə beynin rabitəsi var. Hər nə qədər beyin inkişaf eləsə, teknoloji inkişaf edir və nə qədər teknoloji inkişaf eləsə, beyin inkişaf edir. Yəni, bu cür deyil ki, toyuq qabaqdır, yumurta qabaqdır. Elə burada da bu vardır. Teknoloji qabaqdır, yoxsa beyin qabaqdır. Beynin inkişafı qabaqdır, yox da teknolojinin inkişafı qabaqdır. Dəqiqən bu sual da orada vardır. Hər inkişaf beynin inkişafına və hər beyin inkişafı teknolojinin inkişafına səmər ola bilər. Olmalıdır. Olmasa olmaz. O zaman ki, insan odu kəşf eləyibdir və başarıb ki, odu muhar eləsin. Yalavı mahar eləsin və onu istədiyi kimi işləsin, qoymasın o xəsarət qırsın. O od özü fəqət onun maharı eləyə bilibdir ki, milyonlar fikir gətirib insanın canına tarixdə bu günə qədər. Və hər dəfə ki, teknoloji, od vasitəsində bir teknoloji gəlibdir, beynin daha çox inkişaf eləməyinə səbəb olubdur. Bu günləri bu telefon, internet, applər, filanlar bizim beynimizin inkişafına səbəb olur. Amma o beyinlərin inkişafına səbəb olur ki, bu mərhələ teknolojidə bu mərhələyə yetişiblər. Əgər bir millət teknolojidə bu mərhələyə yetişməsə, bu vəsilə onun əlində yaman demək, söyüş demək, nifrət yaratmaq, insan haqqı zidləri danışmaq, nəcat pərəstlikdən əlavə heç iş görməz. Hətta bəzən görərsiniz ki, burada bir nəfər bir yazı yazır, bir nəfər bir danışıq aparır, milyonlar nəfər ona həmlə elərlər, çünki bunların inanclarının ziddinə danışır. Və bunların inandıqları, bunlar qəfəsə inanırlar, bunlar zindana inanırlar və zindanda olmağı eyni azadlıq biliblər və bu adam o zindanın ziddinə danışdığı üçün nə olur? Milyonlar nəfər onun ziddinə gedir və bəlkə də bais olur o adam o yazısını götürsün, ya o adam danışmasın daha və ayrı adamlar da cəsarət eləməsin. Bəs bir iddə məmləkətlər bunlardılar ki, teknoloji cəhətindən və fikir cəhətindən, azadlıq baxımından, insaniyyət və hüquq-i insani baxımından insanların həm ictimai, həm fərdi səthədə azadlıqları baxımından bir inkişafa yetişiblər. Bunlara deyirlər ki, inkişaf tapmış ya tövsəə tapmış məmləkət. Bir də olardılar ki, inkişaf tapıb bu həddə getməyiblər qabağa. Amma sürət ilə gedirlər qabağa. O birinci qrupda Amerika var, Rusiya var, ərz edeyim xidmətinizə, İngilistan, Fransa, Kanada, Alman, təqribən Avropai qərbi məmləkətlər var. Təqribən. Çin indi oradadır. Biz oxuyan zaman Çin inkişaf halında olan dəstədəydi. İndi Çin onların içindədir və qabaqda gedənlərdəndir. Yəni, məsələn, Amerikadan sonra bəlkə ikinci ya üçüncü yerdədir. Nə qədər ki, bilirsiniz, məsələn, farslar mütəəssifanə Çinliləri mundar kimi bir şey görərlər və onları çox dalı qalmış görərlər. Amma o yavaş, sakit Çinlilər su kimi axırlar. Çox rəvan. Cəlib budur ki, su hər yerdən ki, hava geçər, nə qədər riz olur olsun, nə qədər nazik, cıqqılı olur olsun, əgər bir yerdən hava geçsə, su da oradan geçər. Çinlilər o cürdülər. Hər yerdən geçirlər. Hər bir kiçik sızanaqdan, xurucidən, sızanaq xuruci də olmur, sızanaq şey olur. Yəni, tərəşşuh eləyən yer, farsca tərəşşuh, sızanaq. Hər bir sızanaqdan süzürlər, geçirlər. Və bu, onların inkişaf tapmış zehnilərini göstərir.
Çünki hər birisi zanaqdan mənfəətini əl atır. Bu çox mühümdür. Hindistan hala inkişaf ikinci dövlətlər yerindədir və jurnalizmdə Hindistan çox bir əzəmətli yerdədir. Hətta bir 20 il bundan qabaq Siklər ilə müsəlmanlar arasında orada dava çox düşürdü. Bir-birlərini xiyabanda qılıncla öldürürdülər. Xiyabanda bir-birlərin qılıncla öldürürdülər. Birisi ki, bir müsəlman görəndə görürdünüz ki, onu öldürməsə elə bir ki, behiştə getməyəcək, gərək öldürə. Necə ki, bir dana sik bir müsəlmanı görəndə öldürürdü. Amma indi yox, o cür deyil. İndi müsəlmanlarla siklərin arasında təqribən heç müşkül yoxdur. Və bu da deyim ki, bir Sikh Prime Minister ya Naxus vəzirin Hindistanda iş üstü olmağı eləyə bildi ki, bu qəzayarını biraz gətirsin aşağıya. Bəlkə bir zaman teorilərdə bu dinlərin təsirinə görə də danışdıq, amma hələ feylən qalsın. Amma bunu deməliyəm, Siklərin usul dinləri bir dindir ki, hududən 650 ya 670 il bundan qabaq gəlibdir. İddia elirlər ki, bu göydən gəlibdir, insanlar rifahı üçün gəlibdir. 2 dana usulu vardır. Və bu din gələcəkdə iqtisadi cəhətdən mənim nəzərimə Sikh dini gələcəkdə iqtisadi cəhətdən dünyanın birinci sözünü danışacaq. Çünki 2 dana əsli var. 1. Zorsuz bir din və millət aradan gedər. Gərək gücün olar. Onun üçün Siklər daimən belində qılıncılı dolanarlar. Və əgər Amerikada, Kanadada qılıncılar yoxdur, amma o xüsusi bir şeylərinə gedəndə qılıncı bağlılar, cələsələrinə. Əkslərində, zatlarında da təqribən qılıncılar olar. Yəni, zora inanırlar. Mən özüm bir dənə teori üstündə işləyirəm indi ki, sulh-i müsəlləh, əlbəttə bu dünyada raicdir və silah ki bir gün işlənəcəkdir. Bu bir teori çalışıram, bunun üstündən çıxacam. Görək nə olacaqdır. Amma onların 600 ildə 5 milyon ta 5 milyon yarım iman gətirib bu dinə. Çox ifrati bir dindir. Amma gücə inanır. Güc mənafevi neçə nəfər az da olsan qoruyar. Amma gücsüz bir millət çox da olsa mənafeini qoruya bilməz. Bu günlərə Azərbaycan bəlkə 6 bərabər Siklərdən çoxdur. Amma Siklər 1 milyardlıqdan çox Hindistanı idarə edirlər. Biz 30 milyon ta 40 milyon, hətta 45 milyon deyən də vardı. Özümüzdən biz bir az millətin əlində əsir olduq. Niyə? Çünki biz zora inanmamışıq. Zor çıxış yoludur. Zoru olmayan bir millət, gücü olmayan bir millət, qılıncısız bir millət, silahsız bir millət, bərdə bir millətdir. Bu bir vaqiyyətdir. Dünyanın bugünkü vaqiyyətidir. Bəlkə 1000 il sonra, 500 il sonra, 300 il sonra dünyanın yaşam sistemi dəyişilər, insanlar silahlı olmağımıza bugün gülərlər. Bizə deyirlər vəhşi. Amma bu günləri vəhşiyyətin içində canını qorumağa silah lazım. İkinci şey ki, istərdim Siklərdə vardı, ölümdür. Ölüm haqqıdır. Bunu qəbul elə ki, öləcəksən. Gecə tözü, heç kəs bu dünyada qalmayacaq, öləcəkdir. Və bu da bir vaqiyyətdir. Sən əgər ölümü qəbul eləsən, ölümdən qorxmazsan. Ölümdən qorxmayanda haqqı almağa ölümə can gedərsən. O şey ki, özünə haqqı bilirsən, hətta az olasan. Hətta sənə əqəlliyyət deyələr, sən onu almaq üçün gedəcəksən. Bu da o şeyə görə. Bəs ikinci dəstə o məmləkətdilər ki, inkişaf eləməyiblər, amma inkişaf yolundadılar. Məsələn, Hindistan kamil inkişaf eləməyibdir. İnsan başı, adam başı gəliri çox aşağıdır. Siz Hindistanda bir mühəndisi ayda 30 dolar ta 40 dolara işlədə bilərsiniz.
Amma Amerika bir neçə ildə 250.000 fariğ təhsil kompüter və nərm əfzar Hindistandan aldı, gətirdi Amerikaya. Yəni bu qədər niru tərbiyyət edir də gələcəyi, çünki Amerika görür ki, bunların standartları yuxarıdır və bunları gətirir, burada işlədir və bunlar çox böyük şirkətlər qururlar. Müvəffəqdirlər. Çox müvəffəq millətdir Hind. Hindlilər də bununla belə ki, Hindu ideolojisində sərvət çox pis bir şeydir. Əksinə, Konfüsiyus fəlsəfəsində sərvət Çin, Japon, Kore o şeylərdə Konfüsiyus dini hakim olduğu üçün ideolojisi deyək, din ideolojisi hətta demək olar. Onlarda sərvət müqəddəsdir. Sərvəti ələ gətirmək özü bir hədəfdir. Yəni, hamının hədəfi sərvətlənməkdir. Sərvətlənməyin yolunu axtaracaqsan. Bunun üçün də Hindilər, mən bu Çinlilər bu Kanadada gördüm. Bizim kimi İranlılar və Azərbaycanlılar kimi tənbəl millət deyirlər. Bizlər burada 8 saatdan izafi ya işləmərik, ya da işləmərik. Yəni, ya 8 saat işlərik, ondan çox işləmərik, ya da 8 saatı da işləmərik. Gedərək dövlətə deyərik ki, mən işsizəm, mənə ayda filan qədər pul ver, acından ölüm. Amma bir Çinli 2 shift, bəzən 3 shift burada iş işlir. Saatı $5. Kanadada saatı $11. Və canı dildən işləyirlər. Yəni ətlərin tuturlar dişlərinə işləyirlər. Gecə saat 2-yə canda işləyirlər, 3-ə canda işləyirlər. Bir ev alırlar. Görürsünüz ki, onun otaqlarının hamısını verdilər icarəyə. Özləri məsələn bir otaqda yığışdılar, qaldılar. Çünki pul çıxartmaq, sərvət qazanmaq çox çətindir, amma rifahı gələcəkdə təmin edəcəkdir. Cəlib budur, Çinlilərin ideolojisinin əsasında hər ailədə bir uşaq olmalıdır. Bəzən o da ölür. Mən bir ailə ilə tanışıdım. Qardaşı uşağın, öz uşaqları heç, qardaşı uşaqların Çindən gətirmişlər bura ki, onu həm öz uşaqları ilə evləndirələr, həm də burada dərs oxusun, güclənsin deyə. Bizdə bu yoxdur. Bizim Təbrizdə, kətlərimizdə boş evlərimiz vardı ki, turist qoya bilirik, onlarda otursun. Bir otağımızı veririk onlara, onlar bir şam bişirək, bir sübhanə nəştablıq verək. Sübhanə nəştablıqdır türkçədə. Bəzən də qəhvaltı deyilir. Bizim şeydə, Təbrizdə də qəhvaltı deyilir. Bir yol, qəlyanaltı da deyilirdi bəzi yerlərdə, amma mən Təbrizdə ilməhs alanlar qəhvaltı deyirlər. Çox yerdə də nəştablıq deyirlər. Yəni, elə ilməhs alanlar şeydə nəştablıqdır. Bu ikisi vardır. Bir yol. Bir dana da onlara nəştablıq verirlər. Görürsünüz ki, bir gecə 2-3 nəfər qonaq saxlayıb evində 500.000 tümən pul alırdı. İran dövləti ayda 45.000 verəcəkdir. Amma bu adam bir otağın bir gecə verir, orada biraz ət bişirir, biraz qəzada yemək, elə kət yemağını bişirir. Verir onlara, özləri yediklərindən biraz izafi bişirir, verir onlara, pul qazanır. Çinlilər bu sirvəti düşünüblər. Hindilər bununla müxalif idilər. Hindilər fəqri. Çinlilər Konfüsiyus sirvəti hədəf bilir və kəmali insanı bilir. Deyir, insan o zaman ruhi, fikri cəhətdən kəmala yetişər ki, sərvəti ola. Sərvət özü bir imkandır ki, ağılı inkişaf elətdirər. Hindilər bunun əksini düşünürdülər, budayilər və deyirdilər ki, yox, insan o zaman rifaha, aramişə, inkişafa yetişər ki, dünyadan əlin qıra və ruhun yüksəldə. Bu da Hindistanda bir fəqr fikrinə,
pul və sərvət pisdir. Necə İranda deyirlər, pul əlin çirkidir, yusan gedər, yumasan qalar. Bu bir ziddi iş və ziddi tovsəə fikirdir. Calibdir. Dostlara mən sifariş edirəm, bu kitabı tapsınlar. Bir kitab, hətta mənə də əgər desələr bunu alaram. Yəni tapsalar, mənə göndərsələr, hər nə qədər də həzinəsi olsa verərəm. Döşkün Mehdi Mohsiniyan Radın bir kitabı gərək olmuş ola, çap olmuş ola. Çünki o zaman biz işləyəndə, dərs oxuyanda 1370-lərdə onun üstündə təhqiq edirdi və təhqiqin bizə kilasda dedi. İranda yüzlər zərbil, 700 neçə zərbil məsəl var. 700 neçə bir dana fərhəngidə dini, ictimai zərbil məsəl var ki, deyir işləmə. İş eşyəyindir. İş traktorundur. Eşyək kimi işləyir. Bu nə deməkdir? Bu, sərvət və tovsiə ilə müxalifət eləməkdir. Pəs Hindistan, Malezi, Singapur, ərz edeyim xidmət, Türkiyə indi gəlib inkişaf tapmış məmləkətlərin içinə, bunu da deyim. Əlbəttə, hala Türkiyənin liderləri özlərin dərhali tovsəyə, inkişaf halında olan məmləkətlərdə görürlər. Düzdür ki, 20 dana tovsəə tapmış, inkişaf tapmış məmləkətin içində üzvdilər, onların iclaslarında şirkət edirlər. Amma hala adam başı sərvətin və gəlirin azlığı Türkiyədə gözə çalır, işsizlik yuxarıdır, teknolojinin bir çoxu montajdır. Bunlar üçün hələf eylən inkişaf halındadır və demokrasi də o qədər ciddi deyil. Ərəb məmləkətlər hamısı istisnaən bir ikisini çıxandan sonra və bu 3-4-ü ki, Amerikalıların vasitəsilə, Avropalıların vasitəsilə dağıldı, getdi. Bunlar da qeydlər indi deyəcəyəm 3-cü mərhələyə getdilər, 2-ci mərhələdə deyirlər. Qalan məmləkətlər, hətta Suriyə, İsrail deyirəm, Misr, ərz edeyim xidmətsə, İsrail özü də bəli inkişaf halında olan məmləkətlərdəndir. Misrdir, Libi, bu 3-4 məmləkət ki dağılıbdır, bunlar inkişaf halında olan məmləkətlər idilər. Mütəəssifanə Libi, Suriyə, Əraq dağıldılar və 100 il dalıya qeydlər, yəni 100 il bunların inkişafı dalıya düşdü. Deyəcəyəm, 3-cü mərhələyə gedəcəkdir. Ondan sonra kollən Japon da bunların içindədir, inkişaf eləmiş məmləkətlərin içindədir. Amma Kore, Cənubi Kore, Şimali Kore yox. Əlbəttə, Şimali Koredə çox inkişaf halındadır, çox ciddi inkişaflar edir. Mütəəssifanə komünist məmləkətləri ki, indi feylən vardılar. Bunlar, hətta mənim bir yaxınım bir 10 gün getdi, qaldı Kubada, gəldi. Orada insanların heç nə əngizəsi olmamaqdan danışdı. İşləmək əngizəsi yoxdur insanlarda. Bu da o məmləkətlərdən. 3-cü məmləkət o məmləkətlərdir ki, dalıya qalmışlar. İran, Əfqanistan əlbəttə bilirsiniz, Əfqanistanda olan azadlıqlar Qacar dövründən qabaq başlanıb. Yəni, Qacar dövrü ilə birlikdə başlanıb. Nasiruddin Şahdan qabaq başlanıb, belə desəm. Yəni, məsələn, Kəşf-i Hicab ki, bunlar bilirlər, İranda azadlığın sembolü bilirlər, bəli, mənim təhlillərimdə Kəşf-i Hicab azadlıq sembolü deyil. Səlb-i azadiyə intikhab-ı puşiş farsça, türkücə geyimlərin azadlığın insanlardan almaqdır. Sənin nə işin var mənim geyimimlə? Bunlar düşünürlər ki, diqqət buyurun, tovsiyə yapanlarla tovsiyə yapmayan məmləkətlərin fərqini burada görür. Amerika, Avropa, Japon, Çin, Hind, bunlarda Singapur, Malezi filan, bunlarda insanların geyimi mühüm deyil.
Adamlar bir şortuna xiyabana çıxırlar. Xanım olsun, ağa olsun. Baş açıq çıxır. Amma əmniyyət var. Gecə-gündüz əmniyyəti var. Hərdən içində bir məriz var. Bu mərizləri çıxacaqlar. Ümumi halda danışırıq. İnsanların əmniyyəti vardır. Gecə-gündüz çıxa bilirlər. Paltar mühüm deyil. Və bunun əksinə ki, mən burada kravat vururam, gəlirəm, ya televizyonda, Amerikada üst-üstə bu kravat daha vurmaq yoxdur. İnsanlar ən ucuz paltarları giyirlər. Bir iddəsin çıxın kənara. Məsələn, bu kilas, birinci kilas ki, ayda neçə milyon dolar gəlirlər var, onlara çıxın qabağa. Onlar da bəlkə həşkəbaş elirlər bir şeyləri. Amma Kanadada, məsələn, mən bu saxtımanda yaşayıram. Bu saxtımanda 330-a yaxın ev vardı. Bir dana saxtımanda 330 dana vahid var. Bir otaqlı, 2 otaqlı, 3 otaqlı. Türkiyədə 1 artı deyirlər, 2 artı, 3 artı deyirlər, artı 1 falan. Bunları. Yox, bizimki burada Kanadada sən kollən ucurdur. Yəni artısız olmaz. Hər ev gərək bir artısı olur. Yəni yatağı ola, bir dana da artısı olur. Bu da inkişafdandır. İmkanların çoxluğu şey edir. Misal vurduk geçtik. Yadımdan çıxdı nə deyəcəkdim. Alzheimer. Ərz edim xidmətsə, bu evdə, bu 300 nəfərdə birdən görürsünüz ki, qonşunun karxanası var. Bu birisi qonşu Tim Hortonda işləyir. Yəni, onun ayda milyonlar dolar gəliri var. Bunun da ayda 1000 dolar gəliri var. Bir saxtımanda otururlar, amma bilmirlər. Çünki hamısı təqribən bir cür giyinir, hamısı bir cür yeyir, hamısı bir cür dolanır. Kanadada heç olmasa bu fərqi yoxdur. Amerikada biraz bu fərqlər açıq görünür. Avropada da o qədər görünmür. Məsələn, hala, bunlara geçsək çoxa çəkər. Mən istəyirəm ki, bir cürlüğünə bu bəhsi getirəm bir yerə. Üçüncü dünyada, ikinci dünya, yəni onlar şey halındadılar, inkişaf halındadılar. Onlar da azadlıq da inkişafdadır. Teknoloji ilə birlikdə inkişafdadır. İnsan haqları da inkişafdadır. Teknoloji ilə Türkiyə məsələn bunların içindədir. Azadlıq da, demokrasi də, insan haqları da, qadın haqları da, ondan sonra dadgahda mühakimələr də, qanun əsasında rəftar eləmək, insanları edam eləməmək, fikir azadlığı, fikir yazmağı, medianın çoxalması, internetin ucuzlaşması, imkanların ucuzlaşması, bunlar o şeylərdir ki, üçüncü dünyada, ikinci dünyada çoxalır. Birinci dünyada isə internet və telefon və radio və televizyon insanların bəşər haqqıdır. Yəni, əgər bir adam, bir ailə ola ki, onun evində interneti yoxdur, pulu o qədər yoxdur ki, internet ala bilər, dövlət ona gərək verə. Necə bir nəfər dadgaha getsə, pulu olmasa, mühakimə olmağa, özündən difa eləməğa ki, vəkil tuta, dövlət gərək ona vəkil tuta, yəni pul verə də o vəkilə. O vəkili tutacaq, amma dövlət pulunu verəcək. Eyni haqq burada da insanlara verir ki, mənim əgər telefonum yoxdur, gərək heç olmasa ev telefonum ola. Mənim əgər televizyonum yoxdur, gərək radyom ola. Baxın, indi qərb məmləkətlərində, inkişaf tapmış məmləkətlərdə ruznamələrin heç olmasa hər şəhərdə siz 4 dana müftə ruznamə taparsınız. Gündəlik ha. Və professional, ali səthədə çıxan ruznamələr. Mən məsələn, burada nümunə gətirim sizə. Bu ruznamə ərəbcədir. Məşhura. Məsələn, bu bizi olan şəhərdə çap olur, müftə çap olur, ərəblər üçün. Təqribən Kanadada hətta o millətləri ki, köçəridirlər bizə tay. Mühacirdirlər, onlar da bu inkişafa çatıblar ki, biz gərək
mediamızı müftə eləyə bilək. Çünki insanlarımızın gərək əlində bu ruznamə olsun, bu məcəllə olsun. Oxusunlar. Bunun pulun çıxadacaq. Kapitalist məmləkətlərdə birinci dünyada heç zat müftə deyil. Heç zat. Hətta nəfəs çəkmək də müftə deyil. Mən burada gedirəm, bu telefonu alıram. Kanadada İran kimi deyil, Türkiyə kimi deyil. Burada bir dənə də buna vergi verəcəyəm, maliyyət verəcəyəm. Adınlar disposal. Bunu eşiyə atmaq. Bu 3 ildən sonra ya 4 ildən sonra xərab olacaqdır. Bunu sən eşiyə atacaqsan. Buna bir maliyyət alır indidən. Alanda alır ki, sən bunu atacaqsan eşiyə bir. Benzin ki alırıq, benzinə maliyyət alır ki, 2 cürə maliyyət alır. Bir maliyyət ki alır, benzin alırsan, bir də maliyyət alır ki, havanı xərab edirsən. Məncə havanı düzəldən. Bu da o inkişaf halında olan məmləkətlər, dedim, hər cəhətdən nə qədər teknolojiləri gedir qabağa, o qədər işçilərinin haqqı çoxalır, federasyon qurmaqları, nə bilim, təşkilatlar qurmaq, əncümənlər qurmaq, NGO-lar qurmaqlar da çoxalır. Calibdir bunu deyəm ki, birinci dünyada millət dövlətə dayanmır. Yəni demir ki, mənim ana dilimi sən verəcəksən. Gedib dövlətə yalvarmır. Bəlkə Amerikada, Kanadada o qızıl dərilər ki, biz deyirik, qızıl dəri farslar sorpus deyirlər. Hər ikisi də Necat Pərəstanə sözdür mütəəssifanə. Bunlar öz dillərin özləri saxlamağa çalışır. Burada xanımlar haqq almaq üçün dövlətdən iş başlamadılar, parlamandan işi başlamadılar. Özləri başladılar. Öz haqqları əsası üçün çalışmağa, yazmağa, danışmağa, arvadların cəmiyyətlərin, xanımların, qızların cəmiyyətlərini qurmağa, müxtəlif sahələrdə ki, bir xanımın haqqı vardı, o sahələrdə NGO qurdular. Və o sahələrdə danışqahlardan çıxan xanımlar təhqiqə başladılar. Bu təhqiqlərin sonucu getdi danışqahlarda dərs oldu və bu riştələr danışqahda başlandı. Beləliklə, təsəə dövlətin öhdəsində deyil. Bir millət ki, dövlətdən dilənə, yolçuluq eləyə, gedai eləyə, dilənə, bu millət o istədiyi haqqın ən əşyasını əgər alsa ala bilər. Amma bir millət ki, özünə haqqı bildir, özün layiq görə, bu günlərdə bir şairimiz türkçə şeir deyibdi və səslə də onu yayıblar. Çox cəlib deyir, türk layiq deyil, sən ona söyüş verəsən, yaman deyəsən. Yəni, türk o qədər adam cümləsini qurmağı başarmayıb ha. Deyir, türk o qədər əşyağadır ki, bu ləyaqəti yoxdur, ona söyüş də verəsən. Mən bu adamın şeirini 3 dəfə qulaq astım ki, hətta istədim özünə yazam, nə qədər çalışdım özünə yazam ki, qardaş, bu nə şeiridir demişsən. Birinci bəndin sənin bununla misrəivin birinci bəndi bununla başlayır ki, türkün ləyaqəti yoxdur ona söyüş deyəsən, ey fars. Bu qədər əskidir ki, ona tüpürmə də belə. Çıx ki. Qalanında heydə istirməsən farsları əzə. Sən nə farsı əz, nə də türkə əz. Təsəə tapmış məmləkətlərdə İnsanlar öz haqlarını düşünürlər. Həmlə eləmirlər o birisine. Deyir, ağa, mən həqqimi alacağım. Bu mənim həqqimdir. Mənim ləyaqətim o qədərdir ki, bu haqqı keçirəm, bunu kamil kəmal gərək əlimə gətirəm. Kəmalı, kamil halda gərək əlimə gətirəm. Bu haqq üçün savaşır, dərs oxur, yazır, zəhmət çəkir, illər, aylar təhqiq edir. Bu təhqiqin nəticəsi gedir mediaya, mediadan gedir danışqaha, danışqah baxır, görür ki, bir dənə elmi təhqiqdir, bu bir dənə məsələdir, bu məsələnin seminar qoyulur,
Görürsünüz ki 4 nəfər, 5 nəfər də getdi təhqiq elədi, oldu 10 dana, 20 dana təhqiq. Bəs burada bir böyük müşkül var. Danışqahın vəzifəsi nədir? Camiədə olan problemləri bir sistematik dərsə çevirməlidir. İran bunun əksinədir. İran əvvəl deyir elmi yaransın, sonra mən onu dərs edeyim. Burada deyir yox, elmi danışqah yaradar. İnkişaf eləmiş məmləkətlərlə inkişaf eləməmiş məmləkətlərin bir fərqi də buradadır ki, inkişaf eləməmiş məmləkətlərdə deyirlər elm gərək ola, biz onu qəbul eləyək, danışqahda dərs verək. Amma inkişaf eləmiş məmləkətlər axtararlar, bir mövzu tapalar ki, onun üstündə təhqiq eləyərlər, çevirərlər elmə. Və sonra o danışqahda bir dənin işi olar. Görürsünüz, fərqi budur. Mütəəssifanə, ikinci dünya və üçüncü dünya, dalı qalmış dünya ilə inkişaf halında olan dünya çox məsrəf dünyasıdır. Türkiyə məsələn. Özümüzdən çox danışırıq, Azərbaycan, İran. Çox məsrəf dünyasıdır. Yenə adamın mümkündür gəliri ayda 1 milyon olmaya, 1000 dolar olmaya. İranda 1000 dolar olmaya adamın gəliri. Amma bir dənə telefon alır 1500 dolara. Və bilmirəm bundan nə istifadəsi edəcək. Yəni, məsələn, mən bu dürbünü bunu almışam şəxsən, bundan mən pul qazanıram. Mən bunu verdim 800 dolar, 5 il bundan qabaq, bundan 60.000 dolar pul qazandım. İşlədim yəni. Mən bir dənə iş üçün bunu aldım, bir borcum var idi, onu vermək üçün gecə gündüz işlədim, bundan pulu verdim, indi də 3 ildə mənə işləyir. Bir il onu işlədim, borcumu verdim, bu da bir ildir mənə, 3 ildə izafi işləyir. Qərbidə, Kanadada ikinci əl paltar satırlar. Bir də məğazələr var Amerikada, Kanadada. Xeyriyə məğazələr deyirlər bunlara. Charity. Xeyriyə. Məsələn, mənim bu paltarım əynimə kökəlmişəm, tıqqılıdır. Heç kəsə versən bizim familidə giyməz bunu. İnsaf Əlinin köhnəsini biz giymər. Bunu hamı bilir. Onun üçün heç kəs familinə bunu verməz. Bunu aparar verir o çəritiyə. Çəriti bunu götürər, bir ütü vursa vurar, vurmasa da vurmaz. O cürsə asar orada, üstünə qiymət qoyar. 5 dolar, 3 dolar, 10 dolar. İnsanlar gedərlər, onu oradan alarlar. Heç kəs bilmir bu kimin paltarıdır. Alarlar, apararlar, yuvarlar, təmizlərlər, ütüsünü vurarlar, buxar elərlər, mərisçilik olmasın deyə giyərlər. %60 insanlar çəritilərdən paltar alarlar, ikinci əl. Başmaq alarlar. %60. Yəni, heç olmasa, hər bir insan il başınızın bir dəfə o çəritidən gedər alar. Məsələn, Kanadada olan Goodwill'dir, nə bilim, Value of Village-dir. Bunlar iki mühüm markadırlar ki, Türkiyə, Kanadada yüzlər, bəlkə minlər, böyük, neçə min metrlik superləri vardı. Orada bunları satırlar. Başmaq, paltar, ev vəsaili, mob, falan, hər şey orada var. Yəni, hər kəs dedim da, kompüterin də xərab olsa, aparırsan, qoyursan oraya ki, bəlkə bir apardı bunu düzəltdi, satdı. Biri də gedir o kompüteri alır, gətirir, işlədir. Telefonumu qoyursan oraya, hər şey, yəni qoyurlar oraya. Müftə qoyurlar qapıya, orada da götürürlər, satırlar. Bu halət bizim orada Türkiyədə adına deyirlər simsari, İranda simsari deyirlər. Türkiyədə nə deyirlər? Yadımda deyil. Yadıma düşər, amma indi yəni yadımdan çıxdı. Yol. İkinci və üçüncü dünya, birinci dünyanın teknolojisini məsrəf edir. Yəni nə? Yəni təqlid edir. Təqlid eləyən bilmir bunun işi nədir. Bunun içində, bu telefonun içində bəlkə 500 dana app var ki, bunlar işləmək üçün və pul qazanmaq üçündür. Yəni, rifahı çoxaltmaq üçündür. Amma tüm müqəlliduq ikinci dünyada və üçüncü dünyada biz bunun bir dana tekstindən istifadə edirik, bir telefonundan istifadə edirik, bir də bir-birimizi görüşmək üçün, üz-üzə görmək üçün ondan istifadə edirik. Qalan, məsələn, imkanlarından işimiz yoxdur. Bilmirik ki. Çünki müqəllid bir insan onu mucidi olmadığı üçün, bu dəstgahın yaradıcısı olmadığı üçün bunun məsrəfçisidir. Məsrəfi də o qədərdir ki, ehtiyacı var.
Bir müqəllid insan ehtiyacı qədər bilər. Ehtiyacından izafi bilməz. Bir molladan təqlid eləyən, Ayətullahdan təqlid eləyən ya molla olsun, ya ustad danışqah olsun, ya savadlı, ya savadsız fərq eləməz. O adam ki, bir Ayətullahdan təqlid eləyir, o həddə təqlid eləyir ki, özünə lazımdır. Amma o müctehid o qədər bilir ki, bilgisinə lazımdır. Özünə lazımdır. Elmidə də bir danışqah ki, İran danışqahları, Avropadan, Amerikadan elmi gətirir, içəridə onu elmə çevirsin, o qədər gətirir ki, o məmləkət özü fikri lazımdır. Qalanı mənim əmniyyətimi, milli əmniyyətimi, iqtisadımı, sünnətimi, dinimi, fikrimi xətərə salar deyə gətirməz. Çünki o qədər bu teknolojini də, telefonu da gətirir ora. Nə bunun gücü qədər interneti var, nə bunun gücü qədər imkanı vardır ki, orada məsələn, deyək, kredit kartdan istifadə eləsin. Əlbəttə, orada bir o kartlar bilirəm var. Amma bu qədər deyil. Bunun imkanı qədər bancılara əl açıq olsun, nə bilim, filan bəxtdir. Yəni, bunun içində minlər işlər görmək olar, amma o müqəllid bir danışqah, müqəllid bir teknolojisi məsrəf kunəndədir. Məsrəf kunəndə dedim, biz maşını alırıq, amma bu maşını alırıq ki, poz verək. Almırıq ki, canımızı qoruyaq. Məsələn, mən burada istədiyim bir maşını alım, minim. Burada soruşduq oradan-buradan, biz nə cür maşın alaq dedilər, bir maşın alın ki, əvvəl canınızı qorusun. Çünki orada sən, əvvəl özün, sonra sənin əhliyalın, sonra sənin dostların, o maşında canların qoyacaqlar onun içinə. Əgər bir maşın alasınız ki, bir təsadüfdə rahatca əzilə, yəni siz öləcəksiniz. İndi sən istəyirsən bir maşın alasan ki, rahatca özünü öldürəsən, get bir maşın al. Və əgər nə alma, otobus ondan şeylidir. Çünki otobus həm yekədir, hər maşın otobusu vurmaqdan adam ölməz. Hər maşın otobusu da aşıra bilməz. Və əgər bir otobusa dəysə, general yarısının çoxu diri qalar. Amma əgər bir maşın alasan, deyəsən ki, 4 nəfərlikdir, 6 nəfərlik bir maşındır, bunu mən alım. Bir dana özündən kiçik maşın da dəysə ona, əgər diqqətli olmasan, mümkün deyil, içində olan 6 nəfərin 6-sı da ölə. Nə var istəmirsən, bir 5.000 dolar, 3.000 dolar özü var, az xərcləyəsən, amma canını xərclədin əvəzinə. Sağlığını xərclədin. Bu sifarişin üstündə 6 ay çəkdi, daha biz təslim tutaq ki, maşın, hangi maşını alaq ki, davamı çox olsun. Üçüncü dünyada bunlar mətrəh deyil. İkinci dünyada az mətrəhdir. Birinci dünyanın əsli məsələsi insanın sağlığıdır. Sonra nə cür sürətlə yetişək bir yerə ki, ölməyək. Mən istəyirəm 10 dəqiqə tez yetişməyim, tamam, 1 saat gec yetişim, amma salim yetişim. Xəttimdən qırağa çıxmayayım, sibqət tutmayayım bir xodi, özümü öldürməyim, özgələri öldürməyim. Tovsəə baxın, görürsünüz, tovsəə çox əcibdir. Yəni, tovsəə, mən bu misalları vururam ki, bilaq tovsəə hardadır və harda deyil. Hangi millət tovsəə tapılır, onun nə fərqi vardı o birisi ilə. Bunun müqəllidliği buradadır ki, deyir, mən maşını alım, alandan sonra deyir ki, mən gedim. Mən gedim o birisi cəhənnəmə görə. Salır piyadarı ona gedir. Maşınları vura-vura gedir. Küçədə da... Məsələn, deyir ki, bu maşının dalı dəndəsi nədən ötürürdü? Buna görə ki, dal-dalı gedirsən. Amerikada maşını dal-dalı aparmaq qadağan. Kanadada maşını dal-dalı aparmaq qadağan. İlla parçadan çıxmaq üçün. Siz bir dana xiyabandan dalı-dalı çıxmaq haqqınız yoxdur. 10 metr dalı-dalı gedəməzsiniz. Çünki bu fəqət parçadan çıxmaq üçündür. Amma İranda dalı-dalı getmək üçün dəndə var. Tək İran deyil. Məsələn, siqnal. Diqqət buyurursunuz, Hindistanda siqnal çalmaq, yəni mənim maşınım var və rifahım var. Fəqirdir üçün, fəqir millətdir. Kanadada, Amerikada siz bəlkə 5 il, 10 il maşın sürəsiniz. Həsrətdə qalasınız ki, maşınların siqnalı var. Hərdən bir atəş nişanı bu itfaiyyə. Türkiyədə də itfaiyyə deyirlər, o söndürücü. Maşınların görərsiniz ya arabaların görərsiniz ki, araba gözəldir maşından. Demişəm, maşının illət, xərab məsələsi nədir? Araba daha yaxşıdır. Araba hər şeyin ki, üstündə təyəri ola, altında, üstündə də bir şey ola, o hərəkət edir, ona araba demək olar.
və Türkiyədə araba deyilir. Fəqət o od söndürücü arabaların o fışdırığını eşidirsiniz. Siqnalını eşidirsiniz. Siqnal biz deyirik, bu siqnal kəlməsi də o kəlmələrdən işlətməməliyik. Siqnal burada əlamət mənasındadır. Yəni bilirsiniz, bir xarici sözdür, əlamət anlamına gələr. Siqnal hər o şey ki əlamət verə ona deyirlər siqnal. Polisin əli siqnaldır. O çıraq qırmızı, yaşıl, narinci çıraq vardı. O siqnaldır. Deyirlər ki next light but in the məsələn green signal. Yəni siqnal hesab olur. Maşının siqnalı, çıraqları ki yanır, o siqnaldır. O da ki əlimizi qoyuruq, siqnal çalırıq, o da hornudur. Boynuz. Horn, o qədim filmlərdə boynuzdan püflürlər səsi. Ona deyirlər horn. Elə həman horn gəlir maşının üstünə minir, olur horn. Bu hornu, o fışqırığı, bizim dilimizdə fışqırıqdır. O fışqırığı siz Kanada, Amerikada görməzsiniz, amma İranda, Türkiyədə, ikinci və üçüncü dünyada əcibə bundan istifadə olunur. Və fikir edin ki, bu hər dəfə ki bu çalınır, görün o birisi insanların sillollarında nə qədər əks təsir, tərsə təsir qoyur. Mən istirdim bu bəhsi yetişəm jurnalismə, amma gələn həftəyə qalacaq elə bilin. Bunlarda jurnalizm. Əlbəttə deyirəm də, bunların ortalarında da bir az deyirəm, amma getirəcəyəm bura ki, nə fərqi vardır. Dördüncü məmləkətlər o məmləkətlər ya millətlərdir ki, geriyə qaldırılıblar. Qalıblar, yəni saxlanılıblar. Qaldırmaq, yuxarıya aparmaqdır, qozamaqdır, qaldırmaq. Amma bizim dilimizdə saxlamağı da qalmaq demək olur da, deyirik qalır. Bəli, saxlamaq deyək. Geriyə, dalıya saxlandırılmağa, saxlandırılmağa. Yəni bir ayrısı, bir var ki, dalıya mən qalıram. Yəni bunun səbəbi mənəm. Özüm iradəmlə təsmin tuturam ki, ağa mən biraz yavaş gedim, ölməyim, öldürməyim heç kəsi. Bu mənim iradəm üzrə maşınımı yavaş sürürəm ki, sürətlə gedib özgəni də öldürməyəm, özümü də öldürməyəm. Biraz bebax yetişərəm. Amma salim yetişərəm. Bir də var ki, dalıya saxlandırılıram. Yəni bir ayrı güclər əl-ələ verirlər. Bir dana yox ha. Bir ayrı güclər əl-ələ verirlər ki, məni dalıya saxlayır. Bu üçüncü dünyadır. Bağışlayın, dördüncü dünyadır. Mütəəssifanə, bugün ki mən sizinlə danışıram, dünyada 100-dən çox məmləkət bu vəziyyətdədir. İndi Əfqanistan, Əraq, Suriyə, Yəmən, Libi, Misr, daha haranı saya bilərəm. O məmləkətlərdəndir ki, hələ bunları deyək da. O məmləkətlərdəndirlər ki, bir ayrı qüvvələr, məsələn, deyək, Qərbi bir tərəfdən, İran bir tərəfdən, Rusiya bir tərəfdən, Əfqanistanda Əfqanistanı dalı saxlamağa məcbur edirlər. Ərağı dalı saxlamağa məcbur edirlər. Suriyəni dalı saxlamağa məcbur edirlər. Libini dalı saxlamağa məcbur edirlər. Sudanı dalı saxlamağa məcbur edirlər. Yəni, qılıncı qoyublar burasına, tüfəngi qoyublar burasına, deyirlər, tərpəşsən buraram, duracaqsan burada. Ya da vururlar, yıxırlar yerə. Yəni, adam istəyir 2 dana divar deyilsin, gəlirlər, təpi ilə vururlar, yıxırlar yerə. Niyə? Məhəllənin lotusu mənə. Görürük, İran, Əfqanistanda, hətta Pakistanda, hətta gələcəkdə mütəəssifانə Türkiyədə, Azərbaycanda, Suriyədə, Yəməndə, Misridə, Libidə, hər yerə ki İran ayağını qoyur və Amerika ayağını qoyur və Avropanın bəzi məmləkətləri ayaqlarını qoyurlar.
orada geri qalmaq başlanır. Təxribat başlanır. Yəni adam 2 dənə kərpiç qoymuş üstünə, onlar yıxılacaq. Biz Azərbaycan, indi sözün canı buradır. Biz Azərbaycan milləti. O millətlərdənik ki, geriyə saxlandırılmışıq. Bir qüdrət ki, Farsda onun qüdrətini yox. Biz həm də Rus qüdrəti, həm İngilis qüdrəti, həm Amerika qüdrəti, həm Fransa qüdrəti, həm Alman qüdrəti hamısının əl-ələ verib və hətta Türkiyənin də rolu olubdu bizim dal qalmamızda. Biz geriyə saxlandırılmış bir millət olub. Müxtəlif qüvvələr arasında. Bu geriyə qalmağımız, diqqət buyurun, burası çox mühümdür. Bizim bir dana da belə mütərəqqi fikrimiz yoxdur. Çünki nə qədər geriyə qalmışıq, əbzarımız, teknolojimiz inkişaf eləməyibdir öz vasitəmizdən, hüquqlarımızı da o qədər bilməyəcək. Haqlarımızı da o qədər, bizim niyə millətimizin bir çoxu əslən Azəri məsələsində qalıblar, özlərini Azəri bilirlər. Niyə bir iddəsinə əslən ana dili mühüm deyil? Niyə bir iddəsinə əslən ana dili mühüm olsa, ana dilində yazmaq, oxunmaq mühüm deyil? Niyə bir iddəsinə əslən dilimizin rəsmi olub olmamağı mühüm deyil? Niyə bir iddəsinə əslən Urmu gölü mühüm deyil? Yəni %99'una mühüm deyil ha. Bunları ki deyirəm, bu səviyyədə deyirəm. Nəinki 10 nəfərə mühüm deyil. Yəni %10'una mühüm deyil. %99'una mühüm deyil. Niyə canların haqları yolunda qoymurlar? 6 milyon yarım Sikh nətəh bu günləri Hindistanı əlinə alıbdı. Bu günləri Kanadanın da iqtisadının yarısı, Amerikanın da iqtisadının yarısı Sikhlərin əlindədir. Hindili o 6 milyon yarım 2 dənə usulu olan bir güc, yəni zor, yəni zorlu olsan qalacaqsan, diri qalacaqsan. Bir də ölüm haqqdır, ölümdən qaçmayacaqsan. Ölüm bais olmasın haqqı və əldən verəsən. Bu iki inanc bais olubdur ki, ən azı 3 dənə imperatorluğu dünyada əlində. Bir Hind imperatorluğun, bir Amerika imperatorluğun, bir də Kanada imperatorluğu bu 6 milyon yarımın əlindədir. Həm iqtisadı, həm də siyasətinin bir çoxu. Kanadanın vəziri Cəngi Sikhdir. Əgər iştibah eləməsə. Amma bir vəzir bilirəm ki, fikirəm elə vəziri, savaş vəziri, ya difa, sülh vəziri. Hancısı? Beləxərə bunlardan biri Sikhdir. Kanadanın iqtisadının ən böyük yerləri Sikhlərinədir. Bizdə əslən bu düşüncə yoxdur. Niyə? Çünki teknoloji də yoxdur. Çünki zehnimizi o qədər sağ qoyublar inkişaf tapsın ki, məsrəf edici olaq və birinci maddələri indi development olmuşla undevelopment olmuş və forced to undevelopment olmuş məmləkətlərin arasında, yəni onlar ki zorlaşıblar da geriyə qalsınlar. Bizim Kitay, bunlarda nətəh elm yoxdur, dil yoxdur, hüquq yoxdur, media yoxdur, teknoloji yoxdur. Bəlkə bir ayrı dil orada rəsmidir. Bir ayrı hüquq orada rəsmidir ki, bunların hüququnun ziddinədir. Bunların gəliri aşağıdır və ən önəmlisi, bunların iqtisadı yoxdur. Bunların iqtisadı tək məhsuli və sadirat-ı məvad xam. Yəni xam maddələri əldə elərlər, indi ya ağaçdan, ya əkinəcəkdən, ya yerdən. Yer altından. Və bunları satarlar. Bunun üstündə heç iş görmək gücü, ağılları da yetişməz. Çünki imkanları da yoxdur. Ağıl dedim imkana bağlıdır. Əbzara və alətə bağlıdır. Bunlardır ki, bir-birlərin mükəmmili olanlar.
Teknoloji ağlı çoxaldar, ağıl teknolojini inkişaf elətdirər. Yəni bir-birlərinin inkişafına bağlıdır. Yumurta ilə toyuq kimidir. Yumurta toyuğu doğar, toyuq yumurtanı doğar. Teknoloji ağlın inkişafını doğar, ağlın inkişafı teknolojinin inkişafına dubarədən doğar. Bir-birlərinin bu dairə hey genişlənər. Eyni o daşdır ki, atırsan bir gölə, mövcular çıxır bir-birinin dalısına, mövcu dışı gedir, dalğa dışı gedir. Bizim camiəmizdə fəqət mədənlərimiz, almamız, ağaç və hasıllarımız, yer üzü, buğdamızdan, nə bilim filandan, bəhmandan, bu hasıllarımız, mədənlərimiz, ağaçlarımız kəsilir, gedir Farsistana. Bunların içində heç iş biz görmərik. Və bu işi görməyə özümüzün haqqımız da bilmirik. İnsan olaraq mən bu torpaqda yaşıram, bu mənim haqqımdır, bunun hər şeyin xam satmayan, bəlkə bunu işə çevirəm və işdən bu iş üstündə görülən işte ərziş əfsudə. Ərziş əfsudəsindən sərvət qazanan və bu sərvət mənə teknoloji verə və mən bu teknoloji mənə ağıl verə və mənim ağlım teknolojimi çoxalda və teknolojim mənim sirvətimi çoxalda və sirvətim mənim ağlımı çoxalda. Bu yola getmirik və bunları haqq bilmirik. Onun üçün də içəridə və eşikdə demokratik, insani, hüquq-i bəşər, istiqlalçı fikirlər çox azdır. Hangi millət ki, böyük ya kiçik fərq eləməz. Mən bunu Günas TV-dən bir-iki dəfə demişəm, bəlkə bir cələsində qoyacağam orada deyən. Millətləri var ki, fəqət 10.000 nəfər o toprağın adamı var, amma bir dövləti var. Milləti var ki, 300.000 nəfərdə, amma dövləti var. Milləti vardı ki, 1 milyar, 2 milyarda yaxındır dövləti var. Amma birdirlər, fərqi yoxdur. O da dövlətdir, bu da dövlətdir. Onun ki 100.000 nəfər cəmiyyəti var, onun ki 2 milyar cəmiyyəti var, dövlətdirlər. Duranda equal şəxsiyyətdirlər, bərabər şəxsiyyət hüquqidirlər. Amma biz o millətləri ki dalıya qalmaq üçün o birisi qudrətləri əl-ələ veriblər və onu dalıya saxlayıblar. Biz indi müqəssir əsli bizə İrandır və Farsistandır. Bizim jurnalistimiz və yazarımız mütəəssifanə neçə tane jurnalistimiz və ruznamenigarımız və yazarımız, roman yazan şairimiz var ki, Azərbaycanı undeveloped olaraq və bunun səbəbi nədir düşünüb və onlar üçün yazırlar və onlar üçün fikir icad edirlər. Azərbaycan milli jurnalistçilik budur ki, biz gələk عدم توسعه یافتگی و علل عقب نگه داشته شدگی ملت ترک در ایران رو بررسی بکنیم و تبدیلش بکنیم به اصول روشن تفکر و رفتار و اندیشه در میدیا تا تبدیل بشه به رشته های دانشگاهی. حالا Türkçədə deyim. Biz gələk bu dərdlərimizin səbəbi dal qalmağımızın. Bu nədir zəncirə və müsəlsəl var. Silsilə ilə bizim dal qalmağımıza ağlımızın, hüququmuzun, istəməməyimizin və dilənmağımızın. Biz Farsdan diləndik. Sən Allah mənə bir avuç dil ver. Sən Allah mənə bir avuç mədrəsə ver. Avuç istəyirik. Haqqımızın hamısını istəmirik. Və o diləndiyimiz adam bizə bir sənə Azəri dili verərəm. İstədiyim kimi verərəm. Mən istədiyim orada olar. Mən istədiyim kimi olar. Mən dediyimi də qəbul edərsən. Yəni bizə mümkündür bir dil verə. Amma o dili verir ki, deyir, mən sənə deyirəm, bu sənin dilidir, bu sənin tarixidir, bu sənin sinemandır, bu sənin teatrındır, bu sənin Səttarxanındır.
Bu, əgər biz bunların üstündə işləsək Ruznameniqarlar, aha, indi məsail ki, bunu deyim ki, qalsın gələn həftəyə. O məsələlər ki, jurnalizmi dünya, birinci dünya onun üstündə işləyir. O məsələlərdən ki, ikinci dünyada jurnalizm onların üstündə çalışır. Və o məsələdən ki, bu iki dünyanın jurnalistləri üstünlərində çalışırlar. Üçüncü dünya ilə və o məsələdən ki, dördüncü dünya ki, bizuq fərqlidir. Yəni, hər bir camiənin tərəqqi və inkişaf səviyyəsində jurnalisti var. Və hədəfi onu üstə aparmaqdır, daha inkişaf elətdirməkdir. Bizim undeveloped'un, özdə undeveloped üçüncü mərhələdir. Amma bir onlar ki, zorla geriyə saxlanılıblar, Ruznameniqarisi də dalıya qalıbdır. Dili də dalıya qalıbdır. Ədəbiyyatı da dalıya qalıbdır. Saxlanılıbdır, dalıya qalmayıbdır. Saxlandırılıbdır. Yəni, bəzən Türkü yıxmaq üçün Amerika, Avropa, İrandan, Farsdan himayət ediblər ki, onların siyasətin farslar aparsın bizim üstünə. Saxlandırılıbdır. Yəni, üçüncü bir amil, ikinci bir amilə ki, İrandır, bu təşviqi, bu imkanı veribdir ki, dördüncü amil ki, bizi dalıya saxlasın. Bizim vəziyyətimiz nədir? Bizim jurnalistimiz inkişaf eləməyib, dilimiz inkişaf eləməyib, hüququmuzda düşüncə, hüquqi düşüncəmiz, fəlsəfi düşüncəmiz, hətta dini düşüncəmiz inkişaf eləməyibdir. Azərbaycan milli fəalların jurnalist ya yazar ya şairin fikir vəzifəsi birinci budur ki, hətta istiqlaldan qabaq. Bunu düşünəcək ki, niyə mən geriyə saxlandırılmışam? Səbəbləri nədir? Nəticələri nədir? Bu dalıya saxlamağın, zorla məni dalıya saxlamağın fikri, teknolojik, iqtisadi, ictimai, siyasi, توسعه، rifah, əmniyyət təsirləri nələrdir? Bunların əsasında təhqiq eləyəcək, bunların əsasında təhqiq yaranacaq, təhqiqin əsasında elm biləcək və İran dövlətindən bilənməyəcək ki, bu elmi danışqahdadır. Bunları evlərində, orada burada dərs deyəcəklər. İndi görürəm, şükür olsun, bəzən Azərbaycanda bəzi milli fəallarımız danışqahlarda gedirlər sıxanranlığa. Gedirlər münaziriyə farslarla. Hətta bir-birləri ilə. Çox gözəldir. Yəni, mənə əgər dostlarım burada olsa, danışçı dostlarımız olsa, hər vaxt bu videonu görsələr, deyərəm ki, Azərbaycan danışçının birinci vəzifəsi istiqlaldan çox öncə budur ki, geriyə saxladırılmış millətin, qədərin, alın yazısın, niyə saxlanıb, nə cür saxlayıblar, hangi siyasətlərlə və nə nəticə verib bu geriyə, dalıya saxlandırılmaq, bu nəticələri danışqahlarda çevirsinlər müzakirələrə, sempozyumlara, hüquq təhqiqlərə və münazirələrə. Və Azərbaycanlılar bunlarda ciddi olsunlar. Azərbaycan milli jurnalistin birinci vəzifəsi budur. Mənim nəzərimcə. Çünki o cünəcən ki, düşünməyəm, mən dünyada inkişaf hardadır? Biz hardayıq? Niyə buradayıq? Nə nəticəsi olub burada olmağımızın bizə? Çünki nəticəsi budur ki, biz o birinci dünyaya yetişməmişik. Birinci dünya hardadır, biz hardayıq? Nəticəsi budur. Amma birinci dünya hardadır? Onu hər cəhətdən düşünməyimiz və özümüzü onunla müqayisə eləməyimiz gərəkir. Amma İranda bu cümlə son cümlə. Amma İranda bizə həmişə deyirlər ki, özündən aşağı ilə özünü müqayisə elə. Ta olduğun yerdə şükür edirsən.
Bu bunu deməkdir ki, olduğun yerə razı ol. Hangi millət olduğu yerdə razı olsa, o başının gələcəyi elə odur ki, vardır. Olduğun yerə razı olmayacaqsan. Heç vaxt özündən aşağı ilə müqayisə eləməyəcəksən. Şükür Allaha ki, qıçın var. Şükür Allaha ki, gözlərin salimdir. Şükür Allaha ki, qulağın salimdir. Şükür Allaha ki, qəlbin salimdir. Şükür Allaha ki, işləyə bilərsən. Şükür Allaha ki, cavansan. Şükür Allaha ki, təsadüf eləməmsən, ölməmsən. Amma dünya hardadır, sən hardasın. Azərbaycan jurnalisti hardadır? Avropa, Amerika jurnalisti hardadır? O nəyə fikirləşir, biz nəyə fikirləşirik? Biz niyə o fikirləşən səthə yetişəmirik? Bizim dostlardan Rəna xanım çox göylü var ki, teknolojiyə görə yazar. Yazaq, tamam. O teknoloji Azərbaycana nə yaradar? Nə fikir yaradar? Amerikanın göylərindən, yerlərindən, NASA'sından, səfinələrindən, teknoloji ki, o səfinəni göydə saxlayır, o yemaqları aparır, o istini saxlayır, bunlardan danışaq. Azərbaycanda bunların nə məfhum var? Təbrizdə, Ərdəbildə, Urmuda, Zəncanda, Qəzvində. Bunlarda nə düşünəcək ələ gətiririk? Bir qıssa ara verək. Bir qıssa aradan sonra 2 dənə xəbərinə xidmətçisi olacaq, amma əməli ruznaməni qaydasında. Bir 2-3 dəqiqəyə gəlməm xidmətçisi.